Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bu gün yenə Bilərdəli qəsəbəsində sot yanında tikilmiş üç otaqlı evimizi sizə təqdim edirik inşallah. Əvvəldə çöldən sizə təqdim edək, gəl duraq. Baxın əziz dostlar, bu evimizin hər iki tərəfi küçədir. Problem görsən. Baxın dostlar, təxminən 150 metr olardı məsafə. Bax, orada baxın. Aslanokları 92 və 170 yönündə marşrut. Asfalt da bu gördüyünüz kimi düz evin yanına qədər asfalt əziz dostlar. Bir də əsas məsələni qeyd edeyim sizə əziz dostlar. Baxın, evin hər iki tərəfi küçəyə baxır. Qarşı tərəf də həyətinə baxır. Bu evin cəmi bir divarı qonşunun həyətinə baxır. Orada pəncərə yoxdur. Amma evin 3 hissəsi konkret olaraq küçəyə baxır və işıqlıdır. Baxın gördüyünüz kimi yavrum. Baxın pəncərələr küçəyə baxır dostlar, küçəyə atılır. Tam işıqlıdır. Kürsüsü də var 6 daş. Bu pəncərə də küçəyə baxır. Yerləşmə yeri də əladır, çox gözəldir və həyətinə 2 maşın sərbəst daxil ola bilir əziz dostlar. Sonra evin yanını görsək, evin yanında da boş yerimiz var. Gələcəkdə buranın da o gördüyünüz qarşıda boş yerimiz var. Oranın da üstündən örtüb. Əziz dostlar, bura geniş genişli küçədir. Oranın da üstünü bağlayıb. Buranın bir obyekt kimi, gözəllik salonu kimi mümkün əziz dostlar. Deməli, 1, 2, 3, 4, 5 daş kürsümüz var. 2 maşın rahat daxil ola bilir həyətinə. 3 otaqdan ibarətdir. Gəl turam. Turam, yataq otaqlarını təqdim edərlər. Sonra keçərdim otağını. Pəncərəyə girəndə sol tərəfdə. Üçünü siyarmadır. Üçüncü yarıma. Bir yataq otağı var. Üçünü siyarmadır. Burada eyni ölçüdə əziz dostlar. Üçüncü siyarma. Yataq otağıdır. Bax gördüyünüz kimi. Əşyalar da var içərdə. Amma çantar da aşağı görürsən. Təminli vəziyyətdədir. Siz keçərsiniz tərəfədə. Kesin deyik bura. Bir dəfə. Bura kesin. Bakalım, mətbəxdə görsən. Burada evin mətbəx hissəsidir. Burası isə əziz dostlar, 6-4-də qonaq otağımızdır. Əziz dostlar, yəni də təkrar edirəm. Bu ev sot yanında tikilib inşa olunub. 2007-ci ilin bələdiyyə sərəncamı var, 2007-ci il tarixli. Yəni köhnə tarixdir, gələcəkdə çıxartılmaq da mümkündür. Mən bunları hər dəfə qeyd edirəm əziz dostlar. Deməli, bələdiyyə sərəncamının təyinatı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaqdır bura əziz dostlar. Ümumən sot yanında inşa olunub. 3 otaqdır, 4 daşdır, gördüyünüz kimi. Qiyməti də dostlar 85.000 manat təyin olunub ev sahibi tərəfindən. İnşallah ki, real müştəriyə ev sahibi tərəfindən yəqin ki, endirim olunacaq. Və bir şey də nəzərdə çatdırım. Burada bəzi əşyalar ki, görürsünüz. Razılaşma əsasında əşyalar evdə qala bilər. Allah xeyir versin, alana da, satana da əziyyət keçən hər bir kəsələr. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satış təminatınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara da ev qismət edəsin inşallah.